Salam kanal ve videoma hoş gelmişsiniz. Bugün 6. gündü ve biz aileyle parka gidirik. Uzun zamandır size park vlogu çekmek istiyordum ama çekmeye bir türlü vaktim olmadı. Bu arada birini çekmiştim ama telefonda olan tekniki sebebe göre silindi videom. Ve aynı zamanda bütün şekillerim silindi telefonla. Şekillerimin yanında ailegirin bütün şekilleri silindi. O şekilleri de gitti yani ikislerinde. Çok qəşəng park vlogu çekmiştim size. Olsun. Qismət değilmiş deyip bugün de çəkməyə gedirəm. Bu arada aylan səsiniz olub. İki taraftan hördüm, yığdım, sonra yenə hördüm. Bu arada bilməyənlər üçün deyim ki, aylanın qulaqlarını deşmişik. Baxın, sırğalar taxmışıq. Onu saçıma açıq qoydum. Kombinimi size göstərim. Bu estetik şalvarımı giydim, bu koftamı giydim. Aylazı da yenə o məşhur donu ve ayakkabıları içinde böyle giyindirmişim. Benim saçım açıktı ama kolumda rezim var, lazım olsa. İnşallah parkta adam az olar. Yani çünkü bu vlog için ben nesnefe gitmişim. O kadar dolu olub ki. Yani vlog çekebilmemişim, sadece gezmişim falan. Bir defa çektiğim videoda dediğim gibi telefondaki sebeplere göre silindi. Olsun. Biz de indi çekerik. Sentyabr ayına özel. Bu arada bugün ben düşünürdüm soğuk olacak hava, kurtka falan, jaket yanarlar giydiririm ama o kadar üstü oldu ki kısa kol giymişim. Bakın ben de kısa kol giymişim, aylarda kolsuz giyindirdim. Gezdik. Gel. Artık parktayıq. Tünel keçdiyim üçün əyildim, qalxdım falan. Çəkmək istemedim. Direkt parkın içində çəkərəm dedim. Elə də elədim zaten. Şu an parktayıq. Gedirik. Əyləncəm yerləri o baş tərəfdədir. Sağdan da gedə bilərdim ama buradan getmək istedim. Parkda uşaqlar var ama saçımı yığdım, video çəkirəm sizin məcbur. Yerlənçəyin deməli arxası yoxdur. Ona görə Aylanı oturdub qucağımda yerləyəcəm. Həm də çəkmiş olacam. Ama başka bir çəkmək şu anlık ağlıma gelmir zaten. Yerlənirik. Hatta sosyal görə kusura bakmayın, artık yapacak bir şeyim yoktu. Yerləncəkdən düşdük. Burada biraz ayrı qoyublar, hamısı bir yerdə sayaqçılardı. Burada bir şey var. Bu arada park təzə açıldığı üçün çox az şey var ve qırıq idi o da. Şuna bakın, çok tatlı. Çok şirinli. Burada oturacağız 2 dəqiqə. Düşünmüyorum hara gedək, neyiniyək. Ondan sonra planı sizə açıqlayacağım. Burada birkaç neçədən fotoğraf çəkmək istəyirəm yani. Onu da çalışacağım çəkim. Axıra qoyaram. Hal-hazırda özümə əsəbləşirəm ki, mən buranı necə görməmişim. Açığı sürəkli bu tərəfə baxırdım və orada Aylanı qoymadılar. Dedilər ki, 5 yaşdan böyük uşaqlar üçündür. Ayla qaldı qıraqda. Biraz ona görə də üzüldü gerçi. Amma olsun, mən buranı necə görməmişim. İndi baxdım ha. İndi gedirik ora. Görüm əgər uşaq az olsa Aylanı biraz yerləyib ən azından sürüşdürmək istəyirəm. Eləsə getdik. Bu arada yanında futbol meydançası var. Uşaqlar çox hoppala qışqırırlar. Ona görə səssiz edəcəm oradan. Həqiqətən bura çox gözəldir. 5 yaşa qədərdir. Əla. Yerlənən yaş. Yeğənim yaxşı gözlə.
gözəldir bu arada. Parkın bu yerində həqiqətən çox çeşidlidir. Amma ayda sürüşmək istədiyə yenə sürüşdürdüm. Burada da yerlədim zaten. Burada bayağı uşaqlar var idi. Yəni ona görə çəkə bilmədim. Yəni bu arada şey bununla çəkirəm şeyimi. Adı yadımdan çıxdı. Şəkillər falan bununla çəkirəm. Yükləyəcəm sonuna. Aylanı indi buna qaldıracağım. Oturtduracağım və sürüşdürəcəm. Bu arada ölçüsü tam olaraq belədir. Və tramplin var amma qırıblar. Yəni məncə 5 yaş üçün nəzərdə tutulsa niyə 10 yaşında, 15 yaşında uşaqlar minir, onu şu an anlamış değilim. Onu anlamış değilim. Bu icazə yoxdur, bağlıdır, çox bastıdır. Buna mindirəcəm. Zaten o 2-3 uşaq üçündür. Buna mindirəcəm. Evə gedəndən sonra bütün paltarları təmizləmək lazımdır, çünki park çox pisdir. Çalışdığım qədər sallayıram, amma bu sallanmır ya. Burada bir ev var idi, amma qırılıb. Onu birləşdirirsən bir-birinə. Ev olur, içində uşaq oturub oynayır falan. Yaxşı oldu bomboş olma. İnanırsınız bir uşaq yoxdur. Bir-iki nəfər arxada yerlənirdi, onlar da getdi. Baxın, bunu qırıblar. Dalilər var. Bu mənim sizə keçən videomda dediyim kimi oldu. Fotoğrafını çəkəcəm. Sonra duracağıq. Bu arada Instagram'a story atmalıyam. Instagram'da story üçün düz versiyonda videolarımı çəkim. Önce nasıl 5 yaş üçün düşəndən sonra göstərirəm aydın şəkildə. Nenim ayla yıxılır, arxasında oturdum. Çox əyləncəlidir amma valla 5 yaşım olsa ayağım yerə çatmazdı və atam məni burada yelləyərdi. İndi də mən öz qızımı yelləyirəm. 10 il sonra o şekilde yani çok qəşəngdir. Aylarca orman oturmuşam dalma. O tərəfdə yerləndi zaten oranı çəkdim. Oranın sürüşkənlərinə icazə vermədilər. Zaten 5 yaş, 5-14 yaş, 5 yaşa qədər burasıdır. Biz də burada yerləndik. Getdik. Sən ayla çox əylənirsən, ayaq yerə çatma. Mən ayağımı baxın bu şəkildə qıvırıram. Nəsə düşün mühafizələr görsə danlayacaqlar, həm də düzgün. Burayla qurtardıq. Hə Ayla? Hə. Bu arada Ayla'ya demişdim ki, yəni Ayla bilirsiz ki, nənəsi ilə qalır. Mən məktəbə getdiyimə görə demişdim ki, nə qədər istəsən oynayacağıq. Sən yoruldum deyənə qədər və yoruldu həqiqətən. Biz kameranı bağlayıb bayağı bir əyləndik. Çünki həm video çəkmək, həm şey eləmək çətindir. Baxın, burada da yazılıb. Bir oyun meydançası avadanlıqları, 1-5 yaş uşaqları üçün nəzərdə tutulub. Böyük uşaqların istifadəsi qadağandır. Amma böyük uşaqlar hoppandığı üçün Ayla bu dəqiqə hoppanamır və üzgündür buna görə biraz da. Amma olsun aşkım, biz İsmail'la da səninlə bərabər ikimiz bol-bol hoppandıq yəni. İsmail vlogunu izləyənlər hə dediyinizi eşidirəm. İndi burada böyüklər üçün yerlənəcək var, orada yerlənəcək. Çox qəşəng fotoğraflar çəkdim yəni. Orada da yerləndik. İndi gedirik gəzməyə və foto peşindən. Parkın fontanları hissəsinə gəldik. Oturma yerləri falan da var yəni. Amma biz fotoğraf çəkməyə gəlmişik. Aylan saçı judolaşır mənə. Bu arada birinci vlogumda bilmirəm, daha heyecanlıydım. Yoldu, daha maraqlıydı mənim üçün də, Ayla üçün də. Bu dəfə pək o qədər əyləncəsi olmadı. Aylaya burada fotoğraf çəkməyəsəm dahi bilmirəm. Burada baxın su olmasın. Baxın güllərə. Hazır yerdə qoyublar oturmaq üçün. Nəysə, Aylan fotoğraflarını çəkim. Videonun sonuna ekləyəcəm bu arada. Bakını yuxarıdan görmək istəyirsiniz, getdik. İndi deyəcəksiniz bu qız nə danışır, Bakını yuxarıdan görmək falan göstərəcəm indi bir dəqiqə. Başından görünür, bağlı deyilsə gedəcəyik və göstərəcəm çünki. Baxın. Mühafizə var. Ona görə diqqətli olmaq lazımdır. Ay. Qayda qanunlar və istəklər. Şəkillər çəkəcəm, Bakını da sizə göstərməyə çalışsın. Bu arada Azərbaycan Universitetinin yaxınlığındadır. Bilmək istəyənlər olur, bəzən soruşurlar ki, hardadır falan. Ona görə dedim. Gənclik Dədə Qorqud Park yeni açılıb. Bir də şey var, buradan yuxarı çıxmaq. Həqiqətən insanın canı sıxır, nəinki. Ay. Kombinim necədir? Onun üzərindən neçə verirsiniz? Keşke böyük ayını uzat göstərsəydim.
Bu arada buranı dəmirlə bağlayıblar. Neyse ben burada oturacağım zaten. Oy. Hatamız işlemi. Çəkəcəm indi. Oy. Bir həftənin yolunu çıxdı. Bu arada Ayla ilə hardasa bir neçə gündür ayrıyıq. Belə oldu ki, deməli, mamam hər gün bizə gəlirdi, Aylanı götürüb aparırdı bağçaya falan. Ondan sonra evə gətirirdi. Biz də danışdıq ki, yəni hər gün evindən bizə gəlirdi falan, alınmırdı. Mən evdən məktəbə, yolun üstündədir mamamın evi. Mənə yəni daha rahat düşür. Gedəndə Aylanı apardım, qoydum onlara və Ayla qaldı onlarda. Timur da oradaydı zaten. Timuru götürüb evə gəlirəm. Bu arada məktəb sonrası rutinimi çəkmişəm. Amma o rutin kanaldadır. Yəni kanalda hələ ki deyil. Çünki editlənmə sürəsi var bildiyiniz kimi. Bazar günü inşallah yükləyəcəm. Nasıl deyirdim? Hə. Və Ayla ilə bayağı da bir ayrıyıq yəni. Hardasa 3-cü gün apardım. 3, 4, 5, 6. Bugün də 6-cı gün. Və indi götürmüşəm. Yəni çox özlədim Aylanı. 4 gün. Amma gələn həftə ola bilsin mamamda qalsın, Ayla da, Timurda. O şəkildə. Həm də məktəb yorğunluğu gəldim, çıxdı, Ayla ilə əyləndik falan, hamısı çıxdı. İndi də burada otdum. Ona görə uzanacağıq biraz. İnşallah bu il universitet arzusunda olan hər kəs universitetə qəbul olar. İçi mən qarışıq. Mən 10-cu sinifdəyəm və hələ 2 ilim var. 2 ildən sonra universitetə girəcəm, yəni 10-cu sinifdəyəm, 11-ci sinif 1 ilim var. Və bol-bol hazırlaşıram. Çalışdığım qədər də sizlərə video atıram. Bu da mənim qısa dəftərləşməm. Bunu ayrı video kimi bilmirəm, yəni yox, atacağım. Qısa dəftərləşmə oldu. Çox istəyirəm bu qızımı, yaman çox sevirəm. Timuru da gətirəcəm bir gün. İkisini də gətirmək istəyərdim həqiqətən. Bunu nə qədər çox istəyərdim bilmirsiniz, amma mümkün deyil. İkisi də qucağımda, bir əlimdə kamera olmur. Timur bu dəqiqə nənəsi iləndir. Öz evlərində. Yəni bizim evdədirlər hazırda. O şəkildə birincisi də foto çəkdim. Biraz dincəlib evə gedəcəyik. Bu arada bir dəqiqəyə yaxın danışdım. Artıq üzrlü sayasız. Amma neyim? Sizə anlarımızı biraz anlatmaq istədim. Oturmaqdan bir şey çıxmır. Ayla da qucağımdadır orada. Bunu da indi qoyacağım cibimə. Gedirik yellənməyə. Hop. Hop. Nə oldu? Uzanasım gəldi. Uzanım. Yaxşı uzan biraz. Mən də ayağa durum. Oy. Oy 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 oy. Yuxarı çıxmaq istəyirəm, dəmirlər var. Artıq yorulub, amma son dəfə yedilənəcək. Çəkərəmmi ya yox bilmirəm amma. Ondan sonra evə gedəcəyik. Mən həm yorğunam, həm boğazım ağrıyır deyə. Və bildinizsə qərbəyəm. Ona görə evə istəyirəm artıq. Amma yellənmək də istəyirəm. Bilmirəm video çəkə biləcəm ya yox, amma bayağı bir yellənib ondan sonra evə gedəcəm. Evə gələndə zaten dərslərimi falan oxuyacağam. Şuna bəlkə baxdıq. Aylayda 6-cı günlər izin günüdür. O da telefonda multfilm izləyər. Multfilmə baxacaq. Biraz təbii ki yemək yeyənə qədər. Yemək yeyəni dayandıracaq. Yellənirik. Buradan çönə sizə bir sir verəcəm. Biraz yellənək. Çönə sonra deyərəm. Güber qızırdı. Ayla da yorğunluqdan bayıldı. Biz də evə gelirik. Ayla çox yoruldu. Yatmayıb amma uzanıb yürüyüb. Bu da onun yorulduğunu göstərir. O da yelləndik ki ayaqlarımız ağrıyır. İlk dəfə yellənməkdən tam doydum. Ayla yatdı. Ayla yatdı. Siz də bu dəqiqə kanala abunə olursunuz. Like atırsınız. Evdə davam etmək istəyirdik amma edə bilməyəcəyik. Eləysə like atın, abunə olun, yorum yazın. Çünki həqiqətən video tapmaqda çox çətinlik çəkirəm artıq. Məncə yorum yazın. Eləysə digər vloglarda görüşənə qədər.